Ümumiyyətlə qadağan olunan ad günü keçirməkdir və həmçinin də ad günü keçirilən məclislərdə iştirak etməkdir. Bunun da səbəbi budur ki, ümumiyyətlə ad günü keçirmək bizim dinimizdə, yəni İslam dinində yoxdur və bu əməl xristian və yəhudilərdən gələn bir adətdir. Və dinimiz də müsəlmanın özünü xristianlara və yəhudilərə bənzətməsini qadağan edib. Məhz bu baxımdan demək ad günü keçirmək düzgün deyil, həmçinin həmin məclislərdə iştirak etmək düzgün deyil. O ki qaldı həmin məclislər üçün bişirilən tort, yəni həmin məclislər üçün bişirilib, lakin halal bir yeməkdir. Əgər həmin məclisdə iştirak etmirsə insan, həmin yemək, yəni həmin məclis üçün bişirilib deyən haram olmur. Yəni haram olan orada oturmaqdır. Tort özü halal bir nemətdir. Yəni kimsə məsələn o niyyətlə bişirilibsə belə, bacarmırsa, yəni valideyn uşağı çəkindirmək ad günü məclislərindən, yenə də orada yeməsi onun problem deyil. Yemək olaraq bu haram bir yemək deyil. Və yaxud kimisə evinə gətiriblər və yaxud ad günündən bir gün keçib üstündən tort qalıb məsələn. O demək deyil ki, o haramdır.